İnsan doğrudan da düşünməlidir ki, bəli, hər hansı bir addımı atarkən və yaxud əməl edərkən Allahın izni olmalıdır. Əgər Allahın o məsələdə izni yoxdursa, o zaman sən bunu özündən halal və yaxud haram deyəcəksənsə, bu Allaha iftira atacaqsan. Yeganə məktəbdir ki, İslam məktəbi insanları düşüncəyə dəvət edir. Yəni, digər məktəblərdə bunu biz görə bilmirik. Düşün. Yəni, kör-körana getmə bu yolu. Dünya həyatı oyundur. Deməli, Allah demək istəyir ki, insan, dünya həyatı nə qədər də gözəl olsa, nə qədər də möhtəşəm olsa, yalnız sizin xəyalınızı doyuzdura bilər. Şəksiz və şübhəsiz insan tərəqqi üçün yaranıb. Yəni, bunda zərrə qədər insanoğlu şək eləmir, dindar və qeyri-dindar fərq eləməz, iman gətirən, gətirməyən fərq eləməz. İnsan təkamüldən ötürü xəlq olunub. Təfsir sahəsində bu qədər şirin, bu qədər elmli, açıq aydın izaha, yəni belə deyək də, çox nadir hallarda rast gəlirik biz buna. Ən mükəmməl qanun elmi və qüdrəti hədsiz olanın qanunudur. Çünki əgər elmdə hədd varsa, hədd nə deməkdir? Hədd varsa deməli o həddən sonraki məqam artıq mən oraya yetişə bilmirəm, ora çata bilmirəm. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun. Allahın salamı olsun sizə, dəyərli izləyicilər, gözəl dostlar. Yenə də əziz ruhanimiz Hacı Seyyid Ağa Rəşid Talıbovla Quran-ı Kərimdən ayələrin təfsiri davam edir. Qurandan axtardığın cavablar proqramı yenə də efirdədir. Sizin evlərinizdə qonağıq ya da hər hansı bir yerdə bizi izləyirsinizsə, hər birinizə öncədən təşəkkür edirik və xahişimiz də budur. Bu proqramı, belə bir dəyərli, faydalı proqramı dostlarınızla bölüşün, paylaşın, onlar da izləyə bilsinlər. Seyid, salamlayıram bir daha sizi. Aleykümselam və rəhmətullah. Mən də sizi və təməkküsləri salamlayıram. Yunus surəsinin 59-cu ayəsinin təfsirini verdik ötən dəfə, amma onun ardınca da maraqlı bir bəhs açılır burada. Əuzubillahimineşşeytanirracim. Və ma zənnüllezine yeftaruna alellahil kəzzibə yevmel qiyamə. Allah'a qarşı yalan uyduranların qiyamət günü barəsində gümanı nədir? Belə bir sual açılır. Bu ayənin də təfsirə ehtiyacı var. Maraqlıdır, düşünürəm ki, inşallah gözəl bir izah verəcəksiniz. Bismillahirrahmanirrahim. Əlbəttə, bizim keçən bəhsimiz Yunus surəsi 59-cu ayə idi və bu ayədə bir ilahi sual var idi insanlara ki, Allah Teala buyururdu ki, Allah əzzinəlləkum əm aləllahi təftərun. Allah sizə izin verib, yoxsa Allaha iftira mı edirsiniz? Dəfələrlə bu verilişlər boyu demişik ki, bu sözü, bu suallardan məqsəd Allahın bizdən ağılımız vasitəsilə, düşüncəmiz vasitəsilə cavab tapmağımızdır və cavab verməyimizdir. Bir növ Allah bu suallar vasitəsilə bizi düşündürür və bizi düşündürməyə çağırır, bizi təfəkkürə çağırır. İnsan doğrudan da düşünməlidir ki, bəli, hər hansı bir addımı atarkən və yaxud əməl edərkən Allahın izni olmalıdır. Əgər Allahın o məsələdə izni yoxdursa, o zaman bu məsələ, yəni sən bunu özündən halal və yaxud haram deyəcəksənsə, bu Allaha iftira atacaqsan. Və bu barədə tarix boyu məsələlər olub. Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin zamanında da bu hadisələr baş verir və bizim əziz imamlarımızın, Allahın salamı olsun onlara, onların da zamanında bu baş verir. Və keçən mən verilişdə bir tarixi hadisəni də sizin yadınıza saldım ki, bu səhabələr arasında da baş verir. Və məsələn, yeri gəlmişkən İmam Sadiq əleyhissalamdan biri gəlir, bu Adəmin övladlarının törəməsi barəsində soruşanda ki, necə ki, indi də bəziləri hələ də təəssüflər olsun ki, bunu təkrarlayırlar. Baxmayaraq ki, İmam Sadiq əleyhissalamın bu mübarək izahı ki, indi deyəcəm. İzah olandan sonra da bəziləri təəssüflər olsun ki, yenə də bu fikirdədir ki, məsələn, Adəm əleyhissalamından sonra nəslin artımı doğmaları ilə, doğmaların nikahı ilə baş verir və s. Bu sualı İmam Sadiq əleyhissalama verəndə İmam Sadiq əleyhissalamın cavabı belə oldu. Buyurdu ki, haşa. Haşa, yəni bu heç vaxt ola bilməz. Siz necə Allaha iftira atırsınız? Fikir ver, sözü sual soruşan.
sözü deyən demir ki, Allaha burada nə iftira atıb ki? Deyirlər ki, məsələn, Adəm əleyhissalamın övladları doğmaların nikahı ilə o artıb da, nəsil artımı belə baş verib. Ağa birbaşa deyir ki, siz Allaha necə iftira atırsınız? Deməli, siz əgər bu işin doğmalarla nikahı bir dəfə də olsa belə caiz bilirsinizsə, yəni güya o vaxtı caiz olur, bu Allaha iftiradır. Yəni, hardadır bunun dəlili? Hardadır bunun dəlili? Yəni, hansı Quran ayəsində, hansı Peyğəmbərin və kəlamında, hansı imamın kəlamında və yaxud keçmiş Peyğəmbərlər də olsun belə, hansı birinin kəlamında siz buna rast gəlmişsiniz ki, Allah bu işə bir dəfə də olsun belə izin verib. Yəni, buna heç yerdə rast gəlməmişsinizsə, deməli, bu Allaha iftiradır. Sonra ağa cavabını verdi ki, xeyr, Allah Adamın övladları, yəni Həvvanı necə Adam üçün xəlq eləyən Allah, Adamın övladları üçün də yoldaş, həyat yoldaşı xəlq eləmişdi, yaratmışdı və məsələ də həll olur. Yəni, bizim bəhsimiz indi bu deyil. Sadəcə demək istəyirəm ki, o zamanda da, imamların zamanında da bu şey baş verir və indi də baş verir. İndi də görürsən ki, hər hansı bir məsələdən baş düşəndə insanlar öz həvai nəfsindən bunu halal eləyir, bunu haram eləyir. Biri deyir, mənə bu belə gəlir, biri belə gəlir. Amma bir mənalı olaraq bu ayənin cavabında bilməlidirlər ki, bu ayənin işığında bilməlidirlər ki, Allah Teala ya orada hər hansı bir məsələdə Allahın izni olmalıdır və bu izni də biz yalnız Peyğəmbər vasitəsilə bilə bilərik, Quran vasitəsilə bilə bilərik. Çünki başqa yolumuz yoxdur. Heç kəs iddia eləyə bilməz ki, bu aləmdə mənə Allahdan vəhiy gəlib və yaxud mənə belə gəlir. Bunu heç kəs bu iddianı qəbul eləyə bilməz. Və yalnız bunun yolu Peyğəmbərlər və şəriətin vasitəsilədir və ondan biz bilə bilərik ki, Allah bu məsələdə, bu əməldə, bu addımda izin verib, yoxsa izin verməyib. Qaldı ki, Yunus surəsinin 60-cı ayəsində, bəli, siz çox doğru buyurdunuz ki, orada da sualdır, orada da Allah bizə sual verir. Buyurur ki, və ma zənnullezine yeftaruna alallahil kəzibə yevməl qiyamə. Allaha yalan olaraq iftira atanların qiyamət günü gümanları nədir? Onların zənləri nədir? Burada güman zən o deməkdir ki, yəni onları necə aqibət gözləyir? Allah burada bir sual verir ki, yenə də bizi bu sualla Allah düşünməyə vadar eləyir ki, biz özümüz buna cavab tapaq ki, insanın qiyamət günü bir insan ki, Allaha iftira atıb, bir insan ki, özündən halal və haram buyurub, bir insan ki, özündən şəriət uydurub, onun qiyamət günü necə ola bilər, onun gümanı nədir? Yəni, onun halı necə olacaq? Məlum məsələdir ki, onun nəinki özü və onun ardınca gedənlər, o azdırdığı insanlar, yoldan çıxartdığı insanlar, onun sözünə qulaq asan insanların da aqibəti yaxşı olmayacaq. Niyə yaxşı olmayacaq? Onun əsas, biz fikir də verirsiniz bu verilişlər boyu, əsasən onun niyəsini axtarırıq ki, niyəsini tapa bilək. Yoxsa bunu hamı bilir ki, Allah izin verməlidir, şəriətə əməl eləməlidir. Və yaxud hamı bilir ki, Allaha iftira atanın aqibəti necə olacaq. Amma niyə, nə üçün? Baxın, mən Hacı elə həm sizə deyim və sizin də simavızda bütün tamaşaçılarımız, izləyicilərimiz inşallah bundan istifadə eləsinlər. Şəksiz və şübhəsiz insan təkamül üçün yaranıb. Şəksiz və şübhəsiz insan tərəqqi üçün yaranıb. Yəni, bunda zərrə qədər insanoğlu şək eləmir, dindar və qeyri-dindar fərq eləməz. İman gətirən, gətirməyən fərq eləməz. İnsan təkamüldən ötürü xəlq olunub. İnsan yaşadıqca qayə və hədəfə doğru getməlidir, insan inkişaf eləməlidir. İstər bu inkişaf elmi tərəfdən olsun, istər bu inkişaf ruhi tərəfdən olsun. İnsan təkamülə doğru gedir. Təkamül nə vaxtı baş verə bilər? Yəni, insan nə vaxtı təkamül eləyə bilər? O vaxtı ki, insan, mən xahişim ancaq budur ki, sadəcə olaraq bizdə xahişim var ki, bu ardıcıllığa riayət olunsun. Yəni, necə deyirəmsə ardıcıllıq, bu ardıcıllıq gözlənilsin. Çünki burada o bir müqəddiməni digərindən qabağa və yaxud arxaya salsın, o zaman o istənilən mətləb hasil olmayacaq. İstənilən, bəli, o hədəf əldə olunmayacaq. Deməli, birinci müqəddiməmiz insan təkamüldən ötürü xəlq olunur və təkamülə doğru gedir və getməlidir də. İkincisi, insan təkamülü yalnız və yalnız mükəmməl qanuna və ən mükəmməl qanuna əməl etmək vasitəsilə ola bilər. Çünki başqa cür əgər ən mükəmməl varsa, mən ondan aşağı qanuna əməl eləsəm, məlum məsələdir ki, o ən mükəmmələ əməl eləyən daha çox təkamülə gedəcək, daha çox tərəqqiyə gedəcək. Deməli, təkamül yalnız və yalnız ən mükəmməl qanuna əməl etməklə mümkündür. Bu ikinci müqəddimə. Üçüncü müqəddimə. Ən mükəmməl qanun hansı qanundur?
Ən mükəmməl qanun. İndi burada biri deyər ki, mənim qanunum. Burada siz deyirsiniz, sənin. O biri deyər, mənim qanunum. Amma yox, biz gəl elə ağılla, təfəkkürlə deyək. Ən mükəmməl qanun elmi və qüdrəti hədsiz olanın qanunudur. Niyə görə? Çünki əgər elmdə hədd varsa, hədd nə deməkdir? Hədd varsa deməli o həddən sonraki məqam artıq mən oraya yetişə bilmirəm, mən oraya çata bilmirəm. Hə? Bunun ən gözəl izahı ilə ədədlərdir. Məsələn, bir nə vaxt qutarır, onda qutarır ki, 2 başlayır. 2 nə vaxt qutarır, 3 başlayır. Deməli, 1-in həddi 1-dədir, 2-nin həddi 2-dədir, 3-ün həddi 3-dədir, 4-ün həddi 4-dədir. Hə? Bu qurtaranda digəri başlayır. Hə? Deməli, həddin ötəsi, həddin sonrası, belə deyək, ora mənim üçün məlum deyil. Çünki məlum olsaydı, o da mənim elmimə daxil olardı. Deməli, elmim məhduddur, nə deməkdir? Mənim elmimin bir həddi var, o həddən sonrası mənə bəlli deyil. Mənim üçün qaranlıqdır. Yaxşı. Madam ki, mənim üçün qaranlıqdırsa, birdən mənim qoyduğum qanun həmən həddin ötəsindədir. Onda necə? Ona görə deyirik ki, gərək elmin ola, hədsiz, hüdudsuz ola. Elmi hədsiz, hüdudsuz olanın qoyduğu qanun ən mükəmməl qanundur. Özə fikir ver, mən mükəmməl demirəm, ha. Ola bilər ki, insan ağlı ilə də mükəmməl qanun qoya bilər. Amma mən ən mükəmməldən danışıram. Mən ən gözəlindən danışıram. Mən gözəldən danışmıram. Ən gözəlindən danışıram. Mən kamildən danışmıram. Ən kamilindən danışıram. Və qüdrəti də hədsiz, hüdudsuz olmalıdır. İnsan mənə deyə bilərsən, yaxşı, qanunda elmi bildik. Elm gərək hədsiz, hüdudsuz olanda qanun olacaq ən mükəmməl. Amma qüdrətin bura nə əlaqəsi var? Çünki qüdrətin də həddi olanda, qüdrətinin ötəsində artıq insan məcbur olur. Məcburiyyət nə vaxt meydana gəlir? Məcburiyyət qüdrət sonlanandadır. Nə qədər ki, qüdrətin daxilindədir, ora ixtiyarındadır. İnsan qüdrətindən kənar artıq orada məcburdur. Orada ixtiyardan söhbət gedə bilməz. Yeganə hər cəhətdən ixtiyar sahibi olan varlıq Allahdır. Niyə? Çünki onun qüdrəti hədsiz, hüdudsuzdur. Ondan başqa bütün yaranmışların qüdrətinin həddi olduğuna görə ixtiyarı qüdrətinin çərçivəsindədir. Qüdrətdən kənarda da ixtiyar yoxdur. Orada məcburiyyət başlayır. İnsan qüdrəti hədli olduğuna görə, məhdud olduğuna görə, insan qüdrəti, insanın bir həddi var ki, o həddə artıq insan məcburdur. Orada insanı məcbur eləyə bilərlər. Amma Allahın ki, qüdrəti hədsiz və hüdudsuzdur, onu heç kəs məcbur eləyə bilməz. Onu məcbur eləmədiklərinə görə o qoyduğu qanun olacaq ən mükəmməl qanun. Bu əlaqəsi budur. Çünki bəzən elm kifayət eləmir. Bəzən elmlə bərabər qüdrət də olmalıdır. Çünki elm var, qüdrət yoxdur. Sən eləyə bilmərsən, bütün elmivi tətbiq eləyəsən. Bütün elmivi yaşayasan. Bütün elminlə yaşadasan. Ona görə elmlə bərabər qüdrət də olmalıdır ki, elm tam şəkildə zahir olsun, aşkar olsun. Ona görə biz mükəmməl qanunla danışanda həmişə elmlə qüdrəti də önə çəkirik. Allah Quran-ı Kərimdə ona görə həmişə elm sifəti ilə bərabər qadir sifətini də önə çəkir. Məsələn, biri deyir ki, kifayət eləyərdir də, Allah hər şey biləndir. Bu Allahlığa bəs eləyirdir, xeyr. Allahlığı üçün nə qədər önəmlidirsə hər şey bilmək, o qədər də önəmlidir ki, hər şeyə qadir olmaq. Niyə görə? Çünki qüdrətin həddi qutaranda elm də çərçivələnir. Elm də çərçivəyə düşür, elm də qəfəsə düşür. Ona görə elmlə yanaşı qüdrət də hədsiz və hüdudsuz olmalıdır ki, o Allahlığın tam şəkildə icra eləyə bilsin. O Rəbliyin tam şəkildə icra edir. Ona görə Rəbbin ən əsas sifəti odur ki, onun elmi də hədsiz, hüdudsuz olsun, qüdrəti də hədsiz, hüdudsuz olsun. Bu da yalnız və yalnız Allaha məxsusdur ki, o da hədsiz və hüdudsuz. Elm sahibi, o da hədsiz və hüdudsuz qüdrət sahibi. Qayıdıram müqəddimələrə. Deməli, birinci müqəddimə, insan təkamülə getmək üçün yaranıb, getməlidir. İkincisi, təkamül yalnız və yalnız ən mükəmməl qanunla mümkündür. Üçüncü müqəddimə, ən mükəmməl qanun elmi və qüdrəti hədsiz və hüdudsuz olandır. Deməli, nəticə. Bu üç müqəddimədən sonra nəticə nə olur? İnsan yalnız və yalnız təkamülə elmi hədsiz, hüdudsuz, qüdrəti hədsiz, hüdudsuz olan Allahın buyurduğu ilə yaşayarkən o təkamülə çata bilər. O kamilliyə çata bilər, o inkişafı əldə eləyə bilər. Öz bildiyi yolla getsə azacaq. Ona görə Allah deyir ki, qiyamət günü iftira atanlar nə gümanı nədir? Onlar nə güman eləyir? Onlar qiyamət günü
görəcək. Niyə qiyamət günü xüsusilə dünyanı Allah demir? Çünki bəzən dünyada da insan elə sübut olur. Mən keçən verilişdə də dedim. Bəli. İnsan bəzən elə ağlı ilə düşünür, gəlir görür ki, mənim bu xeyrimə olmadı. Amma Allah dünyanı demir. Niyə? Çünki dünyada ola bilər yetişəsən, ora ola bilər yetişməyəsən. Amma qiyamət günü ki, o pərdələr götürüləndə insan onda görəcək ki, mən Allahın buyurduğunu əməl eləsəydim hansı məqama çatardım. Amma burada öz bildiklərimi elədim, hara çatdım. O fərq orada bilinəcək, daha çox bilinəcək. Ona görə Allah burada önə çəkir ki, qiyamət günü onların gümanları necə olacaq, zənləri nədir onların, gümanları nədir onların. Amma ağlımızla düşünərkən bu suala cavab tapırıq ki, bəli, qiyamət günü onların zənləri və gümanları çox peşman və təəssüf olacaq. Ona görə elə qiyamətin bir adı da həsrət günüdür ki, qiyamət günü hər bir insan bəli, peşman və həsrət çəkəcək. Mən elə bilirəm bu qədər kifayətdir bu suallar üçün, amma növbəti, əgər bu sualımız yoxdursa, əgər sual varsa danışaq, sual yoxdursa, növbəti ayə elə bilirəm ki, keçmək vaxtıdır. Növbəti ayəyə nə göstərir? Bəli, növbəti ayəmiz bizim Tin surəsinin 8-ci ayəsidir. Çünki mən qeyd elədim bir neçə veriliş bundan əvvəl ki, biz Ər-Rəhman surəsi 60-cı ayəni deyəndən sonra, o suala cavab deyəndən sonra biz əsasən mərifətullah mövzusunu önə çəkdik, Allah tanımaq mövzusunu önə çəkdik. O barədə olan ayələri biz önə çəkdik və bu ayəmiz də Tin surəsinin 8-ci ayəsi də birbaşa Allahı tanıma mövzusuna bağlıdır. Allah bu ayədə də bir sual verir ki, Əleyhissallahu bi əhkəmil hakimi. Allah hakimlərin hakimi deyilmi? Sual verir. Sual verir Allah. Cavabı bizdən asılıdır. Biz verməliyik cavabı. Nə cavab verək? Deyək, bəli, yoxsa xeyr. Hansı birini deyək? Amma indi insan üçün rahat deyək. Bəli, xeyr demək rahatdır. Bəli demək də rahatdır, xeyr demək də rahatdır. Amma niyə? Əsas məsələ budur. Məsələn, bəziləri o sevgi və məhəbbətdən söhbət düşəndə, sevgi və nifrətdən, mən həmişə bunu deyərəm ki, sevmək də asandır, nifrət eləmək də asandır. Mənim əlimdədir, sənin əlimdədir. Amma əsas məsələ odur ki, niyə? Sevirəm niyə? Nifrət edirəm niyə? Ümumiyyətlə elə insanı insan eləyən də bu niyədir. Ona görə Həzrət Əlinin o mükəmməl sözü burada yada düşür. Buyurdu ki, Rəhməllahu imrəən ya'rifus salat. Allah var eləsin o insanı ki, bu üç sualın cavabını bilir. Hansılardır onlar? Min eyn, haradan? İlə eyn, haraya və limaza. Hara gedir? Və nə üçün? Nə üçün? Və limaza, nə üçün? Üçüncü budur. Haradan birinci, haraya ikinci, nə üçün? Önəmli olan da bu nə üçün? Haradanı da bilsin, harayanı da bilsin, amma nə üçünü bilməsin, insan bəsirətsiz olur. Ona görə Quranda bir ayə var, Allah buyurur ki, ya Resulullah de, mən və mənə tabi olanlar dəvət edirəm insanları əla bəsirət. Əla bəsirətin. Mən bəsirətlə dəvət edirəm. Bəsirət yəni agahlıqla dəvət edirəm. Açıq gözlə gəlin. Bəli, mən kör-körona dəvət eləmirəm. Mən demirəm insanlara ki, bunu eləyin, bu haramdır, bu vacibdir və geri gedin. Yox, mən deyirəm, nəyə görəsində bilin. Digər ayələrdə buyurur, əfəla tətəfəkkərun, niyə düşünmürsünüz? Yəni, yeganə məktəbdir ki, İslam məktəbi insanları düşüncəyə dəvət edir. Yəni, digər məktəblərdə bunu biz görə bilmirik. Düşün, düşün. Yəni, kör-körana getmə bu yolu. Ona görə nə üçün? Nə üçün sualı çox önəmlidir? Niyə sualı çox önəmlidir? Məsələn, fəlsəfə elmi, mən elə onu bu niyəsinə görə sevirəm. Nə üçün sevirəm? Çünki o elm qədər nə üçün deyən yoxdur da. Elə odur da, varlıq nə üçün, çoxdur nə üçün, azdır, təkdir nə üçün. Arasında illə məlul əlaqəsi var nə üçün. Ona görə təkcə elə bir dənə bu olsaydı, o sevilməli fənni idi. Fəlsəfənin əleyhinə, əksinə olanlar bəzən olur ki, görsən, məsələn, kimsə suallar verir ha, məsələn, nə üçün, nəyə görə. Onlar həmişə onların ağzından vururlar ki, yox, sən soruşma, küfr edəmə, sən olmaz, soruşmamalısan. Yəni bu, həm də fəlsəfənin əksinə olanlardır da. Yeganə bizdə yasaq olunan sual Allahın zatı barəsində. Zatı ilə bağlı, bəli. O da məlum məsələdir ki, çünki cavabsızdır, cavabı yoxdur, olmayacaq. Niyə olmayacaq? Məsələn, o elə imamlarımız deyib də, soruşurlar ki, nə vaxt yaranıb? Deyir, vaxtı o yaradıb. Zaman anlayışı. O vaxtdan qabaqda axı, necə soruşa bilərsən? Hardadır? Haranı o yaradıb? Məkan.
Ona Məkanın görə fövqündə. cavabı yoxdur bu suallar. Yəni sən belə deyək də, cavabın fövqündə duran məsələ. Bəli. Cavabın üzərində olan, üstün olan məsələ. Ona görə deyir, məsələn, o da ağlı qadağan eləmir. Məsələn, mən təfəkkərə, təzəndəqə hədislərimiz ki var bizim. Hər kəs Allahın zatında düşünsə, zindiq olar, kafir olar. Bu yasaq, ağlı yasaq eləmək üçün deyil. Bu düşüncəni yasaq eləmək üçün deyil. Bu cavabsızdır məsələ. Çata bilməyəcəksən. Yetişə bilməyəcəksən. Zehnində bir heykəl yaradırsan, ona onu tam forma yaradırsan, Allaha tam şəkildə təsəvvür. Ən yaxşı misal bunun üçün alimlərin bu misalıdır. Deyərlər ki, təsəvvür elə ginən, o bayaq danışdım da, bizim o tutum məsələsindən də biz qüdrətimiz qədər tuta bilirik də. Bizim tutumumuz öz ölçümüz qədərdir, öz miqdarımız qədərdir, həddimiz qədərdir. İndi təsəvvür elə ginən mən həddimdə, öz həddimdə, balaca həddimdə, mən hədsiz və hüdudsuzu olduğu kimi dərk eləmək istəyirəm. kiçildirəm əslində onu. Bu mümkünsüzdür. Allahu Əkbər bu mənadadır. Bəli, Allah bəli, böyükdür, yəni bəli. O mümkünsüzdür. Ən sadə misal da budur. Təsəvvür elə sənə bir stəkan veriblər və yaxud bir boşqab veriblər və yaxud bir vedrə veriblər. Deyirlər ki, get bundan. Sən də deyirsən ki, mən sənə söz verirəm. Bütün Xəzər dənizinin suyun bir dəfiyə götürüb gələcəm. Bu mümkündür axı. Yəni bunu sən deyə bilərsən, iddia eləyə bilər kimsə. Amma bu qeyri-mümkündür. Ağlan qeyri-mümkündür. Ona görə hələ bunun indi dənizin də burada həddi var. Bu misal da hələ dəqiq misal deyil. Sadəcə olaraq ən belə zehnə yaxınlaşdırmaqdan ötürü. Ona görə hədsiz və hüdudsuz olan Allahı insan təfəkkürünə sığa bilməz deyə o qadağan olunub, yasaq olunub. O düşünmə deyə yasaq olunmayıb. Yaxşı, nə üçünü önəmlidir? Məsələn, Allah hakimlərin hakimi deyilmi? Cavab verirəm, bəli. Hakimlərin hakimi odur. Amma niyə? Burada da Allah bu sualı bizə buna görə verir ki, bunun niyyətini bilək. Və yaxud bir nəfər kimsə ola bilər desin ki, xeyr, mən qəbul eləmirəm. Deyirəm, yaxşı, niyə? Nə üçün qəbul eləmir? Ona görə elə niyə deməklə, o bəzə elə bilir ki, mən inkar eləməklə canım qutaracaq, yox. İnkar eləməklə o məşhur söz var, deyir ki, yox deyən dəlil gətirməsin ki, var deyən dəlil gətirməlidir. O həmişə elə deyil. O həmişə elə deyil. O şəriət məsələlərində elədir. Əgər mən bir məsələni haram deyirəmsə, harama dəlilim olmalıdır. Dəlilim yoxdursa, əsalətül bəraa orada icra olunar ki, yəni halallıq icra olunur. O ayrı məsələdir. Amma mən ən azı öz fikrimi, inandığım nə varsa və yaxud et inanmadığım olsun. Çünki inanmadığım da haradasa inandığımdır da. Bəlidir. Məsələn, bir nəfər deyir ki, mən inanmıram. Deyirəm, yaxşı, inanmırsansa, sən inanmamağı özvə inanc eləmirsən də. Sonuçda sənin də inancın var. Amma inanmamağı sən özvə inanc eləmirsən. Kimsə Qur'anın Allah kitabı olmağına iman gətirib, onun inancı budur. Kim də deyir ki, mən Qur'ana inanmıram, hə? Deyirəm, yaxşı, sən də inancın var da, sadəcə sən Qur'anın ilahi kitab olmamasını özvə inanc eləmirsən. Sonuçda sən də niyəsinə cavab verməlisən də. Sən də deməlisən. Yaxşı, biz cavab veririk ki, bəli, Allah da hakimlərin hakimi. Amma niyə? Bunun niyəsi üçün gərək biz hakimin mənasını bilək. Hakim nə deməkdir? Kimdir hakim? Hakimin tərifi. Elə bilən bu tamaşaçılarımız üçün maraqlı olacaq. Gözəl olacaq bu. Çünki bu bəzən sözləri biz işlədirik, amma çox işlətdiyimiz sözün belə mahiyyətinə varmırıq. Məsələn, mən ilk dəfə Allah rəhmət eləsin, Ayətullah Misbah Yəzdidə bu izahı görmüşəm. İndi ola bilər ondan qabaq da izah olunub, amma mən onda görmüşəm də. Çox xoşuma gəldi bu. Məsələn, oyun sözü. Nə qədər işlətmişik bu sözü? Uşaqlıqdan işlədirik bu sözü. Gəl biraz oynayaq. Bu günləri oyundur. Bu dərsdə oyun dərsidir. Hə? Nə qədər işlətmişik bu sözü? Məktəbdə, evdə, uşaqlıqda, böyüklükdə oyun, oynamaq. Nə qədər işlətmişik bunu? Amma gör oyunun izahı necəymiş? Deyir, insana Allah bir xəyal qüvvəsi verir. Bir ağıl qüvvəsi. Sənin xəyal qüvvəvi doyuzdurmağa oyun deyilirmiş. Məsələn, biz dururuq oynamağa, deyirik ki, mən olacam Şəhid Mübariz, sən olacaqsan Polad Həşimov da oynamağa başlayırıq. Mən həqiqətdə, reallıqda olmadım ki, xəyalımda oldum. Təxəyyül aləmində. Deməli, xəyalimi doyuzdurur. Məsələn, balaca qız uşaqları oynayırlar, biz buna xalabacı deyirik də. Deyir ki, mən olacam ana, kuklası da deyir, mənim övladımdır. Həqiqətdə onun övladı deyir ki, xəyalında
o anadır. Xəyalında o onun uşağıdır. Hə? Fikir ver. Deməli, oyun insanın xəyal qüvvəsini doyuzdurana deyərlər oyun. İndi bu izahdan sonra gəl, bax ki, bu Quran ayəsinə. Dünya həyatı oyundur. Ləyibun və ləhbun. Nə qədər məna, yanaşma dəyişildi, tamam. Dünya həyatı oyundur. Deməli, Allah demək istəyir ki, insan, dünya həyatı nə qədər də gözəl olsa, nə qədər də möhtəşəm olsa, yalnız sizin xəyalınızı doyuzdura bilər. Dəhşət. Bütün dünya da sənin əlində olsa, sən xəyalda hökmdarsan, həqiqi hökmdar deyirsən. Niyə? Çünki ayrılacaqsan. Ömür müvəqqətidir. Ömrün qurtaran kimi hökmdar da qurtarır. Fikir ver. Kullu mən əleyhə fan. Deməli, xəyalını doyuzdur. Xəyalında sən elə bilirsən, nəyəsə maliksən. Həqiqətdə isə sən malik deyirsən. Ona görə Quran görə nə deyir? Qiyamət günü Allah deyəcək ki, qiyamət günü deyəcək. Limənil mulkul yevm. Bugün mülk kimindir? Yaxşı, niyə bu dünyada soruşmur Allah? Deyir, dünyada soruşmağın mənası yoxdur. Niyə? Çünki burada iddiası çox olacaq. O deyəcək, mülk mənimdir, o deyəcək, mülk mənimdir, o deyəcək, mülk... Çünki hərənin özünə görə mülkü var. Az ya çox. Amma qiyamət günü bu sualın yeridir. Limənil mulkul yevm. Lillahil vahidil Lillahil vahidil qəhhar. Bəli, tək Allaha məxsusdur mülk. Ona görə bir dənə izah gör nə qədər dəyişdirdi. Gəl hakimin də mənasını bilək əvvəl. Ondan sonra qayıdaq bu ayəyə, bu Quran ayəsinin sualına cavab verək. Görək ki, hakimlərin hakimi həqiqətən Allahdır yoxsa yox. Hakim nə deməkdir? Hakim, mən ləhu haqqı təsərruf fi ənvalin nas və fi anfusihim. İnsanların malında və canında təsərrüf haqqı, təsərrüf yəni davranma, xərcləmə, sərf eləmə. İnsanların mallarında və canlarında istifadə haqqı olana hakim deyilir. Bu hakimin tərifidir. Yeni bir şey gətirmədim ortaya. Hakimin tərifini demişim. İndi bu tərifi özün üçün meyar elə, indi sən cavab ver. Kimin ixtiyarı var insanların mallarında və canlarında təsərrüf eləsin? Sərf eləsin, istifadə eləsin, davransın. Kimin haqqı var? Yalnız və yalnız onları xəlq eləyənin haqqı olar da. Çünki Allah mənim canımı yaradı. Deməli, o bunda təsərrüf eləyə bilər. Allah mənə mal verir, ruzu verir. O ruzumda o neymət sahibi neymətdə təsərrüf eləmək haqqı var. O, bəziləri elə bilir ki, əlində mal mülk olanda bu mənimdir. Yox, sənindir. Sənə istifadə üçün icazə verilib. Ayrı şeydir. Özdə düzgün istifadə üçün icazə verilib. Və niyə görə dinimizdə israf haramdır? İsrafı başqasının malı ilə eləmirsən ki. İsrafı başqasının malı ilə eləsin, bu olur qəsib. Bu olar oğurluq. Buna da israf demərik ki. İsraf öz malında olanda olur da israf. Yaxşı, niyə haramdır? Mən öz malımı sərf eləmişəm də. Niyə haramdır? Deməli, sənin əlində olsa da tam ixtiyarı kimin əlindədir? Onu verənin əlindədir ki, o sənə hədd qoyub. Səndən istifadə və haqqı vermişəm, amma israfa icazə vermirəm. Madam ki, hakim insanların malında və canında təsərrüf haqqı olandır, bu yalnız və yalnız insanların xaliqinə aid olan sifət olar, başqasına ola bilməz. Ona görə də bu sualın, bu ayə, Quran ayəsinin bu sualın bir cavabı var. Əleyhissallahu bi əhkəmil hakimin. Allah hakimlərin hakimi deyilmi? Bəli, Allah da hakimlərin hakimi. Özdə fikir ver, Quranda Allah bu sualı belə ver, demir. Allah hakim deyilmi? Hakimlərin hakimi. Çünki var hakimlər yer üzərində. Olmalıdır da hakim. Peyğəmbər salavatullah hakimdir. İmam hakimdir, amma bunlar Allahın izni iləndir. Hakimlərin hakimi Allahdır. Ki, onların da üzərində təsərrüf haqqı, bəli, Allah Peyğəmbər salavatullah aleyh və aleyhə təsərrüf haqqı verib, əta eləyib. Ona görə bizə əmr edir ki, ona itaat edin. Ona ixtiyar verib, amma ona da ixtiyar verib, bir həddə verib, ona da bir çərçivədə verib. Peyğəmbər salavatullah hakimdir deyə insanlara şəriətdən kənar, Allahın iznindən kənar hökm eləyə bilməz. Ya imam hakimdir, ondan artıq hökm eləyə bilməz. Həva və nəfsi ilə. Bəli, onların da bir həddi var ki, Allah onlara, o da Allah. Ona görə hakimlərin hakimi yalnız və yalnız Allahdır ki, küllü ixtiyar onun əlindədir. Bütün ixtiyar ona məxsusdur.
Elə bilirəm bu dərəcədə kifayətdir, amma yenə də Bəli, çox gözəl, əslində deyərdik danışın. O qədər şirin mövzudur, şirin amma verilişin də bir bəhsdir. həddi vardı. Elə həddən danış. Bəli, bəli. O qədər şirin mövzudur. Mən Allahdan istəyirəm. Siz danışdıqca ürəyimdə dua edirdim, ay Allah, nə olaydı? Salamatlıq elə bu proqram davamlı olsun, bu proqram, bu mövzu dayanmasın. Çünki çox vacib bir məsələdir. Yəni təfsir sahəsində bu qədər şirin, bu qədər elmli, açıq-aydın izaha, yəni belə deyək də, çox nadir hallarda rast gəlirik biz buna. Allah davamlı Allah eləsin. kömək olsun Allahdan inşallah. istəyimiz Allah budur. razı olsun. Sizə ömür versin Allah. Allah sizi qorusun. Uzun ömür versin. Mən olmasam da olar, amma təki bu proqram davamlı Allah sizdən olsun. İnşallah fayda aparsınlar, məlumatlansınlar. Özü də belə dolğun, faydalı məlumatlarla insanlar dolu olsun. Əziz və möhtərəm izləyicilər, siz də dualarınızda bizi unutmayın, xüsusən də Seyidi unutmayın. Allah ömrünüzə bərəkət versin, elminizə bərəkət versin. Görüşərik.